M parametrinin hansı qiymətində funksiyası x-in istənilən həqiqi qiymətində təyin olunur. Deməli, əsasa baxıram, əsas üstdür, yəni birdən fərqli müsbət ədəddir. Loqaritmalı ifadənin müsbət olması lazımdır ki, bu funksiya təyin olunsun. O zaman qeyd edirəm, x-in kvadratı çıxılsın 2m plus 4 vurulsun x plus m kvadratı plus 8 böyükdür 0. Deməli, ax kvadratı plus bx plus c böyükdür 0. Həmişə ödənilməsi üçün a müsbət, diskriminant mənfi olmalıdır. Zaten bizdə birinci əmsal 1-dir yazılmaz, müsbətdir. Bu şərtimiz ödənir. İkinci şərtimiz diskriminant mənfi olmalıdır. O zaman diskriminantı tapacaq olsam d bərabərdir b-nin kvadratı. Yəni olacaq 2m plus 4-ün kvadratı. Çıx 4 vurulsun, a-mız elə 1-dir. C-miz də əslində nədir? M kvadratı plus 8-dir. Kiçikdir 0. Yenidən yazıram. 2m'in kvadratı olacaq əslində 4m kvadratı. Hasilinin 2 misli olacaq 8, 2'ye vursam 16m. Plus ikincinin kvadratı, yəni 16. Çıxılsın 4m kvadratı. Çıxılsın 32, kiçikdir 0. Yenidən 4m kvadratı. Çıxılsın 4m kvadratı. Əslində islah getdi. Qaldı nə? 16m kiçikdir. Müsbət 16, mənfi 32, mənfi 16. Sağa keçirsə müsbət 16. M-in özü kiçikdir o zaman 16 bölsün 16. Yəni 1-dən. M kiçikdir 1-dən. 1-dən kiçik nə deməkdir? Mənfi sonsuzluq bir sadə mötəzə. Düzgün cavab Y variantı.